Salam, hər vaxtınız xeyir olsun. Mən Emin Sultanzadə. Bu gün sizə basketbolda xallar haqqında məlumat vermək istəyirəm. Fərqli bir üsulda bu gün sizə məlumat verib izahın daha aydın olmasına çalışacağam. Və siz hal-hazırda deməli basketbol meydançasını görürsünüz. Basketbol bilirik ki, bir komandada 12 nəfər, 5 əsas 7 ehtiyat oyuncudan ibarətdir. Və oyuncu əvəz etməsində heç bir məhdudiyyət yoxdur və ölü top olduğu zaman, ölü top yəni top meydançadan çıxdı, foul olduqda, hakim oyunu dayandırdıqda bu zaman ölü top olur və bu zaman əvəz etməyə icazə verilir. Və hər komandadan 5 nəfər əsas heyət oyuncusu olur ki, siz hal-hazırda həm qırmızılardan, həm sarılardan 5 nəfər görürsünüz. Sadəcə kapitan, bir rəqəmində olan kapitanlar fərqli formada qoymuşam. Əslində hamısı eyni rəngdə olur. Sadəcə mən niyə fərqli qoydum? Qarşıdakı dəqiqədə izah verəndə onu da bildirmək istəyirəm. Deməli, basketbolda siz hal-hazırda topu görürsünüz. Basketbolda cərimə atışları gördüyümüz sahədən bu sahələ cərimə atışı həyata keçirilir ki, cərimə meydançasının uzunluğu 5-8-dır və bu cərimə meydançasından top səbətə atılır. Və cərimə atışından verilən xallar, burada qeyd edəsək, C.A bir xalla dəyərləndirilir. Əgər cərimə atışı nə zaman olur? Cərimə atışı fiziki təması baş verən bir foul zamanı baş verir və bir komandanın foul limiti 4-dür. Bir dövrədə komanda yəni 4 dəfə foul eləyə bilər. Artıq 5-cin elədisə bu zaman rəqib komandanın lehinə 2 cərimə atışı verilir. Bəzən nə zaman cərimə atışı verilir? Xalların yəni səbət atışında foul baş verərsə bu zaman deməli cərimə atışı verilir. Ümumiyyətlə biz dedik ki, cərimə atışı bir xal verir və siz hal-hazırda görsəz, basketbolda bizim qövs kimi bildiyimiz göy rəngdə 6.75 bir qövs var ki, burada da qeyd edək 6.75 və bu zaman, oyun zamanı buradan at, istəyirsən buradan at, istəyirsən buradan at, buradan at, hətta xəttin üstündən belə atdıqda və top səbətdən keçdikdə 2 xal verilir. Yəni, qövsün daxili qeyd edə bilərik ki, 2 xal. Amma komanda, yəni sarılar, qırmızılara topu istəyir buradan atsın, istəyir buradan atsın, istəyir buradan atsın, istəyir buradan atsın. Yəni xətti tapdalamayıb və qövs daxil içərisindən atmayıbsa, qövsün xaricindən topu rəqibin səbətinə atıbsa, bu zaman 3 xal verilir. Burada yazılır qövsün xarici 3 xal. Amma biz dedik ki, səbət atışında olan zamanı cərimə atışı baş verə bilər. Belə ki, fərz eləyək ki, mən bildim, bunları silsəm. Əgər fərz eləyək ki, hal-hazırda sarıların oyuncusu, 5 nömrəli oyuncusu topu səbətə atacaq. Və bu zaman qırmızılardan, sarılardan oyuncu topu atarkən qırmızılardan sarı oyuncuya fərz eləyək ki, blok qurarkən ona qarşı bir təmas elədi. Bu zaman top səbətdən düşsə 2 xal plus bir cərimə atışı. Xeyr, top səbətdən keçməsə bu zaman 2 cərimə atışı verilir. Fərz eləyək ki, daxilindən top səbətə düşübsə və xaricindən də top səbətə düşsə, qarşıdakı dəqiqələrdə danışacaq, bir cərimə atışı verilir. Və hardan atıbsa o qədər də xal verilir. Top səbətə düşsə, yəni biz deyirik ki, bu da top səbətə düşdü, bu 2 nömrəli oyuncuya 5 nömrəli oyuncuya qarşı foul elədi. Bu zaman həm bu 2 nömrəli oyuncuya qarşı foul yazılır, həm komandaya foul yazılır. Deyək bir komanda bir dövrədə 4 dənə foul eləyə bilər. Bundan sonra ikinci dövrəyə keçdikdə sıfırlanır və dördüncü foul, bir dövrədə 4 fouldan sonra etdiyi hər foula görə 2 cərimə atışı verilir və növbəti dövrəyə keçdikdə sıfırlanır. Yalnız dördüncü dövrədən əlavə hissə olarsa, əlavə hissəyə keçərsə bu zaman komandanın foulu sıfırlanmır. Və 5 nömrəli oyuncu topu qövsün daxilinə səbətə atarkən 2 nömrəli oyuncu ona qarşı foul elədirsə, top səbətə düşsə 2 xal bir cərimə atışı, düşməzsə 2 cərimə atışı verilir. Yəni bu 2 nömrəli oyuncu onun neçə xallıq haqqını əlindən aldı? 2 xallıq haqqını. Hakim də həmin oyuncunun 2 xallıq qaytarır. Yəni top səbətə düşməsə 2 cərimə atışı verilir və oyuncu gəlir buradan 2
cərimə atışı verilir. Cərimə atışlarda demişdik ki, bir xalla top təbii ki, səbətə düşsə, bir xalla qiymətləndirilir. İndi biz həmin məsələni qövsün xarici etmək istəyirik. Bu zaman rəqəmləri dəyişim. Deməli, bu hakimdir, bu kapitandır, bu deməli, qırmızıdan kapitan. Deməli, 4 nömrəli oyuncu qövsün xaricindən, fərz eləyək ki, buradan topu səbətə atmaq istəyir və bu zaman topu səbətə atanda 3 nömrəyə qarşı foul elədi. Bu zaman top səbətə düşdü. 3 xal. Bəs bu 3 nömrəli elədiyin oyunçunun hərəkəti cəzasız mı qalsın? 3 xal dedik ki, top səbətə düşsə daxilin xaricinə fərqi yoxdur. Nə qədər atıbsa o qədər xalı verilir. Plus 1, burada yazaq, plus 1 cərimə atışı verilir. Yəni 3 xal 1 cərimə atışı həyata keçiriləcək. Yox, əgər top səbətə düşməsəydi, neçə xallıq haqqını əlindən almışdı? 3 xal. Deməli, 3 cərimə atışı veriləcəkdir. Ümid edirəm ki, bu izah faydalı oldu.